Hər kəsin çox təriflədiyi evdə üz aydınlatma yöntəmini sınayırıq. Mən bunu ləmbəkdə eləyəcəm. Feridinin bu pudrasından istifadə eləyəcəm. Pudranın çox bir fərqi yoxdur, amma hamı bunu eləyir deyə mən də bunu eləmək istədim. Bunu birinci dəfə də almışam. Yuxarısında belə bir yer var, bunu açmaq lazımdır. Qırağından da tökülə bilər, amma məncə belə daha yaxşıdır. Açıb gəldim. 2 çay qaşığı bu pudradan tökəcəm. Bu gül suyunu mama evdə öz həyətimizin gülləri ilə hazırlayıbdı. Qızlar, ölçün, başımı buraxın, mən daha nitərgərdə atıram. Yəni, məntiqdən pudra yağlı görüntünün qarşısını alır. Bunların bir-birinə qarışmamağı da ona görə normaldır axı. O qızların üzündə çox ağ dururdu, mənim üzümdə elə durmadı. Çox da yəni inanılacaq bir yöntəm deyil. Şikayət edən insanlar da var idi, insanlara doğrusu. Ümid edirəm ki, üzümə heç bir ziyan verməz. Üzümdə də 15 dəqiqə qalmalıdır, yarım saat ya da 1 saat yox, ondan sonra yuyacam, yəni quryana yaxın. Qalanı budur, bunu saxlayıb istifadə eləmək olarmı, onu bilmirəm. Ona görə də çox ürək eləmirəm açığı. Yəni qalanını atacam. Qızlar, indi üzümdən elə gözəl bir iyi gəlir ki. Mənim dediklərimin əlaqə səviyyəsi qənd qozludur, o qədər dadlıdır. Üzümdəki demək olar ki, quruyubdu. İndi gedib onu yuyacam. Bu arada imtahan suallarım da çıxardıldı. Hamıya uğurlar. Qaralıqlara görə nəsə deyə bilmərəm. Çünki mənim göz aldığım həm incə, qaraltılarla dolu, həm də damarlıdır. Amma onu deyə bilərəm ki, dərim inanılmaz dərəcədə yumuşaq və pürüzsüz oldu. Sınamağa dəyər. Həftədə 2-3 dəfə edilməsi məsləhət edilib. Sınayıb təcrübələrimi sizdən bölüşərəm. Zəhmət isə videonu bəyənməyi, fikirlərinizi şərhlərə yazmağı və takib etməyi unutmayın.